Hər ilin 6 ayını həyat yoldaşım müalicə olunurdu. Stasionar şəraitdə olduğundan uşaqlar ilin yarısını atalarının üzün görmürdülər. Bir ara balaca ümumiyyətlə yadırğayırdı. Atasına qəribə baxırdı xəstəxanadan gələn ilk günü. 4 ilin ərzində 35 minə yaxın pulumuz getmişdi. Ancaq nə faydası? Müalicədən sonra uzağı ay yarım dözürdü. Sonra yenidən pis vərdişinə qayıdırdı. Yalan doğru özü də heyfslənirdi. Deyirdi ki, heç olmasa 5-6 ay dözə bilsəydim bu bəladan bir dəfəlik qurtulardım. Onun bu halına görə harasa qonaq getmək, hansısa tədbirə qoşulmaq imkanından məhrum olmuşduq. Uşaqlar demək olar ki, atadan yetim böyüyürdülər. Çünki müalicə olunmayan günlərdə yoldaşım ancaq yatmaqdan ötürü evə gələrdi. Oyanan kimi tələsik əl üzünü yuyub, bəzən heç yumayıb evdən çıxırdı. Ondan fərqli olaraq mən ümumiyyətlə evdən çıxmaq istəmirdim. Onsuz da müştəriləri evdə qəbul eləyirəm, dərzi işləyirəm. Həm də mən tələb olunan dərziyəm. Ancaq nə edəsən, ərzaq almaqdan ötürü evdən çıxmalısan. Belə olan hallarda qonşularla rastlaşanda utanırdım. Xəcalət çəkirdim ərimin halına görə. Bircə sirdaşım bizimlə eyni mərtəbədə qalan qonşumuz idi. Biz rəfiqə idik. Dərdimizi, sirrimizi bölüşürdük onunla. Günlərin bir günündə rəfiqəmlə bizim evdə oturub söhbət edirdik. Söhbət əsnasında dedim ki, yoldaşım işə düzəlmək üzrə idi. Lakin narkoloji dispanserdən arayış istədiklərinə görə alınmadı. Deyindim ki, bunun ucbatından bir yerə dincəlməyə belə gedə bilmirik. Çünki hava limanlarının dəzlərində narkotesterdən keçməli olursan deyilənlərə görə. Rəfiqəm dedi ki, bu cəfəngiyyatdır, belə bir şey yoxdur. Hara istəsəz uça bilərsiniz təyyarə ilə. Lap elə Parisə də gedə bilərsiniz. Bunu deyəndə ikimiz də güldük. Mən dedim ki, yoldaşımı bircə Parisdə tanımırdılar. Gedib orada da özünü tanıtdırar. Ona nə var ki, biraz möhlət versən özünə? Parisdə qoca, əldən düşmüş bir adam tapıb özünü qohum kimi təqdim eləyər. Sonra da özünü yeganə varis elan edər. Bu narkomanlar dildən pərqar olurlar, bilirsən yəqin. Bunları deyib ürəkdən güldüm. Rəfiqəm isə əksinə fikrə getdi. Deyəsən zarafatım yerinə düşmədi deyə ona müraciət etdim. Rəfiqəm əli ilə mənə işarə elədi ki, onu fikrindən yayındırmayım. Dözmədim. Zarafata dedim ki, nədir? Bəlkə qohumun var Parisdə? Bəli, var. Parisdə yox. Yaxınlığındakı Evri şəhərində, deyə rəfiqəm cavab verdi. Həm də qoca deyillər, gəncdirlər, deyə əlavə etdi. Ağlıma bir fikir gəlib. Əziz rəfiqəm, əgər düşündüyüm alınsa, sən böyük bir mirasın sahibi olacaqsan, deyə o davam etdi. Onun nə düşündüyünü indi ardıcıllıqla sizə danışacağam. Rəfiqəmin qardaşı cavan yaşlarından Fransaya gedib, orada məskunlaşmışdı. Əlcəzairli bir xanımla ailə qurmuşdu. 2 övladı dünyaya gəlmişdi. Rəfiqəmin qardaşının qızı Evri şəhərinin bələdiyyəsində işləyirdi. Rəfiqəmi bir bibisi kimi çox istəyirdi. Vaxtaşırı bibisinə hədiyyələr göndərirdi. Bir sözlə bizimki idi. İlk olaraq ondan soruşduq ki, Evrinin bələdiyyəsinin ünvanını yazaraq ona şəxsi məktub yaza bilərikmi? Qız cavab verdi ki, adı yazılmış zərfləri şəxsən özü açır, problem yoxdur. Sonra soruşduq ki, yolunu azmış 2 uşaq atasını yenidən normal həyata qaytarmaq istərdimi? Qız əlbəttə dedi. Bibisi ona dedi ki, öz adından bizə saxta məktub yazmalısan. Güya rəfiqəmin, yəni mənim, Fransada bir qohumu dünyasını dəyişib və var-dövlətinin bir hissəsini rəfiqəmə, yəni mənə miras qoyub. Qız əvvəlcə tərəddüd etdi. Yalan yazmağı özünə yaraşdırmırdı. Düşündüyümüzü ona danışandan sonra razılıq verdi. Həm də mənim həyatımın ağrıları onu da sarsıtdı. Qadın həmrəyliyi özünü büruzə verdi bu məqamda. 8 gündən sonra mənim adıma məktub gəldi. Ünvan Fransanın Evri şəhərinin bələdiyyəsi idi. Ərim gələnə qədər zərfi açmadım. Planımız belə idi. Şok effekti yaratmaq istəyirdik. Həmişəki kimi gecədən xeyli keçmiş gəldi. Artıq onun və mənim tərəfimdən adət etdiyimiz standart cümlələri bir-birimizə dəyəndən sonra məktubu ona göstərdim. Zərfi açandan sonra bir-birimizi laha qoyub xeyli güldük. Çünki nə mən, nə də ki yoldaşım fransızca oxuya bilmirdik. Məktuba baxıb mahnılardan yadımızda qalmış, məhəbbət dili sayılan fransızcadan statlar gətirirdik, deyib gülürdük. Yoldaşımla axırıncı dəfə belə gülməyimiz yadıma gəlmirdi. Hiss edirdim ki, gələcək xoş həyatımın ilk saniyələrini, dəqiqələrini yaşayıram artıq. Qadın duyğum məni aldatmadı. Qərarlaşdıq ki, səhər yoldaşım məktubu aparıb tərcümə elətdirsin.
Bunu yoldaşımın son bir neçə aydakı ilk səmərəli hərəkəti kimi qiymətləndirmək olardı. Tüfeyli həyat tərzi onun adətinə çevrilmişdi artıq. Mən də barışmışdım yoldaşımın həyat tərzi ilə. Düzəlməyinə ümidim belə yox idi artıq. Günorta saat 12-də yoldaşım tərcümə olunmuş məktubla dəhlizdə dayanmışdı. Özündə değildi. Soruşdum ki, nə olub? Pis xəbər var? Sən buna inanmazsan, dedi və tərcüməni mənə tərəf uzatdı. Hiss etdim ki, yoldaşımın səs tellərindən mənə qarşı ehtiram hissi sızır. Bəs necə? Milyonçu qadının həyat yoldaşı olmağın ona hansı perspektivlər açacağını müəyyən etmək elə də çətin değildi. Gülməkdən özümü güclə saxladım. Bütün işi poza bilərdim. Tərcüməni alıb oxumağa başladım. Sən demə, atamın Fransada 94 yaşında vəfat edən əmisi varmış. Ölməmişdən xeyli əvvəl yazdığı vəsiyyətnaməsində qeyd edib ki, var-dövlətinin 10%-ni anasının adını daşıyan qardaşının nəvəsinə miras qoyur. Həmin nəvə də mən imişəm. Onu da qeyd edim ki, mən həqiqətən ata-nənəmin adını daşıyıram. Yoldaşım bunu bilir. Uydurma dolu məktub elə inandırıcı yazılmışdı ki, hətta atam belə oxusaydı inanardı. Çünki babam və nənəm çoxdan dünyasını dəyişmişdilər. Elə bir yaşlı qohumları da yox idi ki, bu faktı təsdiq və yaxud inkar etsin. Rəfiqəmlə bütün incəlikləri ölçüb biçmişdik. Çünki atam yalanımızı ifşa edə bilərdi. Miras isə nə az, nə çox, düz yarım milyonluq idi. Məktubu oxuyandan sonra üzümdə təəccüb hissi yaratmağa çalışdım. Deyəsən alınmışdı. Çünki yoldaşım mənə dedi ki, biraz özümüzə gələk, sonra məktubu müzakirə edərik. Birazdan məşvərətimiz başladı. Yoldaşım ilk növbədə atamla telefon vasitəsilə danışdı. Aydındır ki, atam şokdaydı. O dedi ki, Fransada əmisinin olmağından xəbəri yoxdur. Amma ola bilər ki, İkinci Dünya müharibəsi vaxtı gedib və sonradan ondan xəbər olmayıb. Hər halda atası bu haqda ona danışmayıb. Qızının varis olmağı atamı sevindirmişdi açığın desək. Mən təklif etdim ki, cavab məktubu yazmalıyıq. Ən azından bildirməliyik ki, məktubunuzu almışıq və mirasa sahib olmaqdan ötürü nə etmək lazımdırsa biz eləyək. Biz deyəndə mən özümü nəzərdə tuturdum. Elə də etdik. Tərcüməçinin yanına gedib məktub yazdıq və həmin ünvana göndərdik. Ünvanda Evri şəhərinin bələdiyyəsi yazılmağı bütün şübhələri aradan qaldırırdı. Yoldaşımın yerində kim olsaydı, inanacaqdı. Məktubu göndərib evə gəldik. Düşündüyümüz planın ən həssas yerlərindən biri başlayırdı. Elə etmək lazım idi ki, güya mən Fransaya tək getməkdən qorxuram. Yəni, tanımadığım şəhər, insanlar və s. Həm də sənədləşmə işlərindən mənim ümumiyyətlə acığım gəlir. Mənim danışmağıma ehtiyac olmadı. Qapıdan içəri keçən kimi yoldaşım dedi ki, səni Fransaya tək buraxa bilmərəm. Uşaqlar bir müddət əmisigildə qalarlar. Biz birlikdə gedib gələrik. Mən sözsüz ki, razılaşdım. Artıq gələcək planlar haqqında söhbət edirdik. Axşamın düşməyindən heç xəbərimiz olmadı. Yoldaşım yadına nəsə düşübmüş kimi evdən getdi. Ancaq həmişəkindən tez qayıtdı. Hətta uşaqlar belə təəccüblənmişdilər. Şirin-şirin söhbətlər edirdik. Sözsüz ki, söhbətlərimizin məğzi miras ətrafında fırlanırdı. Mehriban söhbətimiz mənim üçün xoş idi. Ancaq bütün bunların mirasa görə olduğu yadıma düşən kimi, içimdə bir məyusluq yaşayırdım. Dünənə kimi yoldaşımın yadına düşməyən ailəsi bugün onun üçün əziz olmuşdu. Bütün bunlar pula görə idi. Hər halda gerçək hadisələr bunu deməyə əsas verirdi. Bir anlıq nifrət elədim yoldaşıma. İstədim hər şeyi açıb töküm, yalan olduğunu söyləyim. Ancaq sonra anladım ki, yoldaşımı bu hala salan, insanlıq hisslərini öldürən narkotikdir. Bu bəladan uzaqlaşsa, əvvəlki kimi normal həyata qayıdar. Ona görə səbirlə fikirləşdiyimiz işi davam edib nəticə əldə etməliydik. Bu işdə ən incə məqamlardan biri, həyat yoldaşımı Fransaya gedəndə narkoloji dispanserdə yoxlanacağına inandırmaq idi. Sözsüz ki, o da tanışlarından bunun doğru olub olmadığını maraqlanacaqdı. Lakin onun ətrafının hansı kontingent olduğunu nəzərə alsaq, Fransa qanunvericiliyini nə səviyyədə bildikləri məlum idi. Bu hal müsbət mənada bizə sərf edirdi. Biz deyəndə mən özümlə rəfiqəmi nəzərdə tuturam. Axı, necə deyərlər, ideya müəllifi rəfiqəm idi. Ertəsi günü axşam yoldaşım evə gələndə, dünənki kimi söhbətimizin mövzusu
Fransadan gözlədiyimiz cavab məktubu idi. Səfərə çıxmağımızı müzakirə edəndə mənim üzümdə həyəcan əmələ gəldi. Yoldaşım bunu anında hiss edib səbəbini soruşdu. Dedim ki, Fransa qanunvericiliyinə əsasən ilk dəfə ölkəyə ayaq basan şəxs mütləq şəkildə ya narkotesterdə analiz verməlidir, ya da ki, özü ilə arayış aparmalıdır. Nə edəcək, əziz həyat yoldaşım? Mən sualıma biraz ironik çağlar qatdım və onun gözlərinin içinə baxdım. Baxmağım özü özlüyündə çox şey demək idi. Yəni sənin zirzibillə məşğul olmağın bizi nədənsə məhrum edə bilər. Bir neçə saniyədən sonra ola bilməz dedi və gözlədiyim kimi telefona cumdu. Bir neçə nəfərlə danışdıqdan sonra mənə dedi ki, tanışının başqa bir tanışı bu ölkəyə gedib, ancaq belə bir problemlə rastlaşmayıb. Artıq məqam yetişmişdi. Təşəbbüsü ələ alıb sərt danışmağın vaxtı yetişmişdi. Dedim ki, əvvəla başqa insanlar üçün bu problem yox, adi prosedur qaydalarıdır. Bizdən, daha doğrusu səndən fərqli olaraq. Sonrasındakı qanun bu ildən qüvvəyə minib. Sənin kef çəkməyinin ucbatından uşaqların, elə mənim də, xoş gələcəyinin təmin olunmasında əngəl yarana bilər, deyə əlavə etdim. Heç nə demədi, fikrə getmişdi. Deyəsən sözlərim onu sarsıtmışdı. Bəlkə də özünü fikirləşirdi. Qalxıb harasa getdi. Bir saatdan sonra əlində dərman içəri girdi. Narahat olma, dedi. Mən özüm ağrılardan çıxacağam. Müalicəyə verəcəyimiz pulu isə yolda xərcləməyə saxlayaq. Mən ona dedim ki, sən elə bilmə ki 5-10 günə gedirik. Proses bir qədər çəkə bilər. Çünki sənədləşmə işləri var hələ. 1-2 ay çəksə, dözüb dayana biləcəksən? Lazım gələrsə 1-2 il dayanaram, deyə cavab verdi. Amma həmişəlik yox deyəsən, deyə o dəqiqə soruşdum. Mən həmişəlik demək istəyirdim, cavabını verdi yoldaşım. Aydın idi ki, bu səmimi cavab deyildi. Ancaq mən sevinirdim. Çünki düşündüyümüz alınmaq üzrə idi. 2 həftədən sonra Fransadan məktub aldıq. Yazılmışdı ki, sizdən gələn məktubu oxuduq, yazdığınız üçün təşəkkür edirik. Miraslar haqqındakı qanuna əsasən toplanılması lazım olan sənədlərin siyahısını yaxın vaxtlarda sizə göndərəcəyik. Və əlavə olaraq qeyd edilmişdi ki, əgər yaşayış ünvanınızı dəyişməli olsanız, mütləq bizi xəbərdar edin ki, əlaqə kəsilməsin. Məktub elə yazılmışdı ki, az qalırdı özüm də inanım. Əhvalımız xoş idi. Mən sevinirdim ki, yoldaşım ağrılardan qurtulub, bütün günü evdə olur və miras sərgücəstimiz öz axarında davam edir. Yoldaşım isə varlanacağımızın eyforiyasındaydı. Hardasa bir aydan sonra növbəti məktubu aldıq. Bizdən, yəni məndən və həyat yoldaşımdan gəlir mənbəyimiz haqda arayış tələb olunurdu. Sifarişçiləri evdə qəbul etməyimə baxmayaraq, mən vergi ödəyicisi idim, narahatçılıq yox idi. Problem yoldaşımdaydı. Heç bir işlə məşğul olmurdu. Bu xəbər onu dilxor etdi. Etiraz etməyə başladı ki, bəs mənim işləyib işləməməyimin sənə nə adiyyatı var? Miras sahibi sənsən. Fransada işləməyənlərin böyük əksəriyyəti narkotik alveri ilə məşğul olurlar, dedim. Buna görə maraqlanırlar. Rəfiqəmlə birgə hazırladığımız cavablar idi mənim söylədiklərim. Hər şeyi ölçüb biçmişdik. Yarım milyon pulun şirinliyi nəymiş? İllərdir işləməyən ərim qablaşdırma sexində işə düzəldi. İlk əvvəl alışa bilmirdi iş rejiminə. Sonralar alışdı. Daha işə müvəqqəti çətinlik kimi deyil, daimi həyat tərzi kimi yanaşdı. Boş vaxtlarını ailəsinin yanında keçirirdi. Hər istirahət günü biz harasa gedirdik. Mən artıq onunla görünməkdən utanmırdım. Uşaqlar çox xoşbəxt idilər. Mirasdan isə əlimizi üzmüşdük. Bizdən alınması mümkün olan və olmayan arayışları əldə etdikdən sonra fransızlar dünyasını dəyişmiş qocanın digər varisləri ilə məşğul olmağa başlamışdılar. Son məktubda bizə bildirmişdilər ki, sizinlə işi bitirdik. Bütün varislərlə sənəd işi yekunlaşandan sonra xəbər edəcəyik. Yoldaşım artıq soyuyub miras söhbətindən. Hərdən istəyirəm hər şeyi açıb danışım. Amma yenə nə isə məni saxlayır. Artıq illər keçib o günlərdən. Rəfiqəmlə bu işin öhdəsindən gələ bildiyimiz üçün qürur duyuruq. Çünki illərdir yoldaşımı bu pis vərdişdən yayındıra bilmişik.